8 nömrəli tapşırıq maraqlı tapşırıqdır. 8 nömrəli tapşırıqda blok imtahan sonuna düşən tapşırıqdır ki, BN üzərinə gəl 10 bərabərdir 6 üstü 3-də 2-dir. Deyir ki, BN üzərinə gəl 9 vurulsun, BN üzərinə gəl 10 vurulsun, BN üzərinə gəl 11. Biz həndəsi silsilənin, bu həndəsi silsilə olduğu üçün, həndəsi silsilənin hədlərinin xassələrini təkrarlamalıyıq ki, tutaq ki, B1, B2, B3 və s. B4 və s. verilibsə, B2-ni tapanda nə dedik? B2-nin kvadratı bərabərdir özünün əvvəlki və sonrakının hasili. Düzdür uşaqlar? Və yaxud B3-ü tapanda B3-ün kvadratı bərabərdir B2 vur B4 və yaxud B1 vurulsun B5 kimi yazırıq. Aha, mən də burada baxıram ki, bax bu orta rolunu oynayan BN plus 10-un kvadratı orta rol oynayır, bərabərdir BN plus 9 vurulsun BN plus 11. Bax bu ikisinin yerinə, mən burada nə qoyuram? Bərabərdir. Bax bu bərabərliyi yazıram burada. Bərabərdir. Bax bu ikisinin yerinə bunu qoyuram. Düzdür? Bax bu bunların rolunu aparır da. Olur BN plus 10-un kvadratı vurulsun. Bu da qalıb yerində. BN üzərinə gəl 10. BN plus 10 özü 6 üstü 3-də 2-dir. 6 üstü 3-də 2-nin nəyi? Deyir kvadratı vurulsun. 6 üstü 3-də 2. Demək 6 üstü 3-də 2-dən neçə dənədir? 3 dənədir. Bərabərdir 6 üstü 3-də 2-nin kubu. O da bərabərdir 3-lər gedir. 6-nın da kvadratı eləyəcək 36B variantı.